Samsung xoddanı özdə nə tərk edir? Samsung artıq One UI 8.5 yeniləməsini testdən keçirir. Samsung, bəlkə biraz yavaşlasan, tormuz elə. Samsung artıq One UI 8.5 əməliyyat sistemini hazırlayır. O, Galaxy S26 flaqman xətti ilə birlikdə buraxılacaq. Yeni proqram təminatının versiyasından Samsung'un gadget və proqram təminatı üzrə tanınmış mütəxəssisi Insider Tarun Vaz aşkar edib. One UI 8.5 Samsung'un 2026-cı ilin yanvarında debut edəcək Galaxy S26 flaqman smartfonları seriyası ilə birlikdə təqdim ediləcəyi gözlənilir. Söhbət əsasən Galaxy S26, Galaxy S26 Plus və flaqman Galaxy S26 Ultra'dan gedir. One UI 8.5 bir çox dəyişiklikləri olan inqilabi proqram təminatı olacağı deyilir. Eyni zamanda bu yay debut edəcək One UI 8 çoxlu yeniliklərlə öyünəcək. Bu One UI 7-nin bir növ təkamülü olacaq. Samsung'un belə əməliyyat sistemini tez-tez yeniləməsinin Samsung'un özünün səhvləri ilə əlaqədar olsa da, Google da bu məsələdə az günahkar deyil. Çünki siz bilirsiniz ki, Google Android 15-i təqdim etdikdən 1-2 ay sonra Android 16-nın beta versiyalarını öz developerlərinə təqdim etdi və Samsung da Google'ın ən əsas partneri olduğu kimi belə əməliyyat sisteminin dəyişdirilməsi tendensiyasına keçib. Yəni tez-tez dəyişdirilməsi tendensiyasına keçib. Düşünürəm ki, zamanla bu tendensiya yavaşlayacaq. Yəni ki, yenə də əvvəlki kimi bir ildən bir Samsung yeniləməsi olacaq. Yəni Samsung device'ları bir ildən bir yeniləmələr alacaq. Sizə bir sualım var. Mənə deyin görün. Samsung'un belə tez-tez əməliyyat sisteminin yeniləməsi sizə problem yaradır, yoxsa yox? Yəni bundan narahatsınız, yoxsa yox? Bu barədə gəlin kommentlərdə yazın.